Herkese salam əziz şagirdlərim, axşamınız xeyir. Bu gün mən sizə cismin çəkisi mövzusunun tamamilə çox rahat və asan dildə izahını verəcəm. Gəlin bir yerdə baxaq. Biz deyirik ki, cismin çəkisi dayağa və askıya göstərilən perpendikulyar istiqamətə göstərilən təsir qüvvəsidir. Aha, gəldik. Biz bu tərifi necə başa düşək? Biz bunu necə anlaya bilərik? Baxın, sizə çox sadə dildə izah verəcəm. Baxın, elə bilin ki, bir dənə turnik var. Və bu turnikdə siz sallanırsınız. Əllərinizi çəkirsiniz yuxarıdan aşağı. Gəlir, qollarınızı əlləri çəkərdən bir işin olmaz. Çəkdikdən eyni. Bu da bizim qollarımız. Qolu oxşamadan öləsin. Rəsm qabiliyyətim yoxdur. Havayı demən ki, mənim niyə çəkməm. Çəkəmədim də, neyini, rəsm qabiliyyətim yoxdur bir də. Sallandı sardan yuxarıdan dəmirdən. Və ya iki dənə daşı qoydunuz, üzərinə qoydunuz taxtayı. Özünüz gəldiniz burada. Nəyiniz var? Çəkiniz. Və yaxud da ki, bu körpün üstdən keçəndə, çay üstdən körpü üstdən keçirsəniz, bax o da sizin çəkiniz. Deməli, mütləq sizin çəkiniz olması üçün siz nəyəsə təsir göstərməz. Bax, bu dəqiqə var mənim çəkim. Mən nəyin üzərində ona təsir göstərirəm. Yəni, mən nəyin üzərində dayanıram. Təki harda ola bilməz. Bir dənə görməçi olsa, bir dənə qoy çəkim deyərəm. Bu da görməçə var. Hə, siz də buradasınız. Yəni, qoçaqlıq eləmək istəyib deyirsiniz ki, mən buradan hoppana bilərəm müəllim. Buradan bura hoppananda, yuxarı gedin neyini? Çəkimiz olur 0. Nəyin üzərində təsir göstərirəm? Göstərmirəm. Və yaxud da ki, gördünüz markeri. Bax, attım, gördünüz, attım, bax. Yuxarıda onda nə oldu? 8-0. Əslində sərbəst düşməyə doşadan getdim markeri itirdim. Görün, itirdim markeri. Hə, tapdım. Şükür. Hə, bu sərbəst düşmə misal göstərə bilərik. Bunu qoydum kənara. Bax, çəki 0 olması burada ola bilər. Mən atlayanda yuxarıda artıq mənim çəkim 0. Çünki mən nə deyil? Heç nəyin üzərində dayanmıram. Mənim çəkimin olması üçün mütləq nəyin üzərində dayanmalıyım. Mənim çəki bəs nədir? Biz onu necə təyin edək? Biz necə yazaq? Deməli, aşıqlar, çəki P hərfi ilə işarə edilir. Düsturumuz P bərabərdir, M, J'dir. P nədir? P cismin çəkisidir, M kütləsidir, J isə sərbəst düşmə tərcidir. Bunu artıq keçən mövzuda mən sizə izah eləmişəm. Çəki nədən ölçülür? Bir, dinamometrlə, bir də ki, yaylı tərəzi vasitəsilə. Bax, dinamometr və yaylı tərəzi vasitəsilə. Hər ikisinin də iş prinsipi Hooke qanunu əsaslanır. Çəki vektorial kəmiyyətdir və vahidi Newtondur. Newtonda bilirik də açılışını. Kiloqram vuraq metr bölək saniyə kvadratı. Özdəki törəmə vahiddir. Buna keçək izah eləmişəm. Kiloqram vuraq metr bölək saniyənin kvadratı. İndi çəkidən kütlüyü qatılır. Nəyini qatırsınız? Baxın. Bir də deyirlər ki, sən çəkin nə qədərdir? Bir də soruşurlar ki, sənin kütlən nə qədərdir? İnanın, çəkini kütləyə qatırlar, kütlüyü çəkiyə qatırlar. Vallahi eyni bir anlayışlar deyil də. Bax, ilk növbədə kütlə kiçik M hərfindən işarə olur. Kütlə nədir? Kütlə 0 ola bilməz. Heç bax, kütlənin 0 olmaq kimi bir ehtimalı yoxdur. Kütlə skaler kəmiyyətdir. Vahidi kiloqram və tərəzi ilə ölçülür. Ancaq bu nədir? Çəki. Çəki 0 ola bilər. Məsələn, çəkisizlik şəraitimiz var, sərbəst düşməmiz var. Çəki burada 0 ola bilər. Və yaxşı müəllim, çəkinin nədir? Vahidi Newtondur. Və dinamometrdən ölçülməz vektorial kəmiyyətdir. Bunları götürünür, çəkinin kütlə tamamilə fərqlidir. Çəkini hesablayanda məsələn, deyək kütləsi 35 kiloqram olan cismin çəkisi nə qədərdir? 350 Newton. Ancaq kütlə nədir? 35 kiloqramın özü. Qətiyyən, sizə çəki və kütlə anlayışını versə, bunu bir arada götürmürsünüz. Olmaz. Və yaxşı müəllim, bizim orada var ki, arzuqlar. Cisim A tərcilindən yuxarı qalxarsa. Əsas məsələ buradır. İndi baxın uşaqlar. Cismin A tərcili ilə yuxarı qalxması 3 dənə hadisədə olur. Deməli, mən əgər
Deməli, X oxunda yeyinləşən hərəkət eləsəm, yəni sürətlə belə getsə, təcillə belə getsə. X oxu deyəndə sürətin qabağı müsbət olmalıdır. Təcillə sürət eyni istiqamətə gedəndə isə bu nədir? Yeyinləşəndir. Deməli, X oxunda yeyinləşəndə mənim təcillim artdı. Yuxarı A təcillə gedirəm. Yaxşı. Bir də burada cismin çəkisi sükunət çəkisindən böyükdür. Yaxşı. Ayrı hansısa cisim A təcillə yuxarı gedə bilər. X oxunun əksində yavaşlayanlar. Əksi yavaşlayan. Neyniyir? Hər ikisində nə olur? Mənfi təcil gedir yuxarı. Bir dənə də şərt var aşağıda. Biz sansı çökük körpüdə. Burada təcil çevrə deyil. Baba belə çevrə yatmıram. Təcil hara getməlidir? Mərkəzə də. Təcil yenə qalxdı yuxarı. Bunun düsturunu verəndə hətta cisim A təcilin yuxarı qalxanda qoy mən sizə ən rahat variantını deyim də. Düsturumuz P bərabərdir. M vuraq J plus A-dır. Hətta bu il qəbula sual düşmüşdü və mənə bunu vermişdi. Bax, mən indi buradan A-nın yerinə uşaqların çoxu yaza bilməmiş. Çünki onlar da qınamıram da. Testlərdə yoxdur. Sadəcə mətni hissələrdə verilir. J üstə görə nə yazıram? V kvadratı bölə yer. Niyə V kvadratı bölə yer yazdıq uşaqlar? Çünki çevrənin düsturu odur da. Çevrənin düsturu olduğu üçün mən A-nın yerinə V kvadratı bölə yer qoyuram. Soruşsanız ki, müəllimə, yaxşı, bəs bunu biz təcildən asılığını necə çəkək? Bax, belə. Asılıq qrafikində bax, belə, müəyyən bir qiymətdə cisim A təcildən yuxarı hərəkət edir. Yaxşı, soruşsanız, müəllimə, bəs cisim, bir də yenə deyirəm, cismin çəkisi sükunət çəkisindən burada böyükdür. Sual verirsiniz ki, ay müəllimə, əgər cisim A təcili ilə aşağı gəlsə nə olar? Bura olur minus. Bura olur minus. Aha. Baxın. Dəyişdi. Onda burada nə olacaq? Mən körpümü avtomatik qabarıq çəkirəm. Çəkdim mi? Bax, A gəldi aşağı. Mənim bəs yaxşı, bundan başqa harda ola bilər? Deməli, aşağı, A təcilinin aşağı mən gələndə X oxu istiqamətində yavaşlayan, bax, X oxu istiqaməti yavaşlayan, bir də X oxunun əksində yeyinləşən, bir də bax, bu qabarıq körpünü götürürəm və burada cismin çəkisi sükunət çəkisindən kiçik olur. Bu hissəni başa düşdük və anladıq. Deməli, bir də bizim var, cismin çəkisinin sükunət çəkisindən nə qədər böyük olduğunu biz hesablamaq üçün əlavə yüklənmədən istifadə edirik ki, görək bizim əlavə yüklənməmiz nə qədər olur. İndi baxın aşağı, belə deyim də, belə necə şəkildə mən sizə deyim, belə ən rahat şəkildə deyim də, cismin çəkisinin sükunət çəkisindən böyük olduğunu hesablamaq üçün burada M vuraq, J plus A yazırlar da, indi bu düsturu hazır bizə verirlər də, MJ'dir. Buradan da M-lər geçsə nə olur? J plus A bölə J qalır da. O da nədir? 1 üstə gəl A böl J. İndi bunun əlavə yüklənmək üçün sizə bu mən düsturun çıxarışını verirəm. Ancaq əlavə yüklənmək üçün sizə bir dənə düstur verə bilərəm. Bax, niyə yazmır? Uşaqlar da şimdi müəllim yerə markerlər yazmır. Neyiniyim uşaqlar? N bərabər marker mi dözər bizə? A böl J. Bunu götürə bilərəm. Bu mənim ən sadə üslubumdur. Deməli, cismin çəkisinin, sükunət çəkisindən nə qədər böyük olduğunu bilmək üçün biz bundan istifadə edirik. Sonra orada bizim var çəksizlik şəraiti. Bayaqdan çəksizlik deyib bir təhər olmuşum. Aşıq. Deməli, çəksizlik nədir? Bunu şeydə görürsünüz, o nədir, ona nə deyirlər? Sehri xalatda var, deyirik, xalatı gelir gələcəyə doğru gedəndə onu baxarsınız seyri xalatda, açıb baxarsınız. Deməli, zərifədir, bir də ki, rəşiddir. Orada peykin içində olanda kosmosda, peykin içində deyirlər, raketin içindədirlər də, təyyarənin. Onun içində olanda peykin içində nə işlər var? Neyse, o tərəfdə olanda o tərəfə, kosmosda olanda, yoldaşlarım onu söyləyir ki, kəmərini aç.
Kəmərindən açdı Rəşidə. Hə, Rəşid kəmərindən açan kimi axı vakuumdur, boşluqdur. Qalxır yuxarı. O birisi yoldaşlar başlayıb buna gülməyə. Zərifə də dururdu, qayıdır, gedir Rəşid göz çəkməsi, o da qalxır yuxarı. Hə, orada deyir ki, Seyridə, deyir, ay uşaqlar, deyir, gülməyin, gülməyin, niyə gülürsünüz, deyir. Çəksizlikdir də, buna çəksizlik deyirlər. Hə, də o uşaq vaxtdan mənim ağlımda qalıbdır. Elə çox filmlərə baxan deyiləm, lakin öz filmlərimizi sevirəm və baxıram həqiqətən də. Və uşaq vaxtdan o mənim ağlımda, beynimdə qalıbdır. Belə bir şey də var ki, indi hal-hazırda arada bir ağlıma gəlir. Hə, kimin marağı olsa açar o hissiyə baxar. Bəlkə də ona baxmağa da vəsilə olaram, bilmirəm. Və çəksizlik şəraitində hər zaman V0-ı yenə yazmalı. Neynədim? Getim tərs kimi yazmayı markerləri götürəm, görürsünüzmü? V0-ı 0-dır. Təcrim nədir? Sərbəst düşmə təcrinə bərabərdir. Çəkidir soruşanı, çəki 0-dır. Yoxdur, boşluqdayım. Amma bu da başqa renkdən yazım biləsiniz. Heç nə, bu qədər. Biri var idi, biri yox. Hepsi də bitdi. Bu da bizim dərsimiz. Ailə, hə, bir də sizə bir şey öyrədəcəm. Bir dəfə gözdən son anda gəldi. Öldünüz, bilirsiniz ki, müəllimimizdə hər şey bədahətən gəlir də, birdən birə gəlmir. Aşıqlar, orada bizim bir dənə gərilmə qüvvəsi anlayışımız var. Amma bir dənə cismimiz var. Ta ki, buradan bir dənə əsaslıqdır. Burada bir dənə əminə gələn qüvvə gərilmə qüvvəsi. Yadınızda saxlayın ki, gərilmə qüvvəsi bərabərdir cismi çəkisi. Getdim tərs kimi yeni yazmayı götürdüm, gördünüz mü? Yaxşı. İndi sizə bir dənə sual verirlər. Hər kəs də bunu yanılır. Biz gərilmə qüvvəsini bundan qabaq nə düsturu keçmişdik? 2M1 M2 bölək M1 plus M2 buraq J. İndi mənə deyir ki, Ayşə, bax belə bloklar verəcək mənə. Tutalım ki, nə bilim, nətər blok olsun. Bax belə bir şey versə, deyir ki, məsələn, tutaq ki, nə bilim, məsələn, bunu verər də M. Buranı da versin bir dənə M. Deyir ki, adı nədir? Sən deyir, orada deyir, çəkini hesabla. Qalırsan belə də çaş-baş, o yan bu yan, mən çəkini necə hesablayayım? Çəkini necə hesablayacaqsınız? Buradan, yazıq uşaqlar boş çıxartdım. Buradan gərilməni hesablamaq ilə çəkini hesablamaq deməkdir də. Gərilmə çəkidir axı. Deməli, bunu qoydum, çəkini hesabladım. Bax bu qədər, heç nə. Aile yadımızda qalan bir şey var mı? Aile hiçbir şeyimiz yoxdur. Olan qalan düsturumuz da budur. Bir də aşıqlar, nə bilim, orada məsələn dayağın reaksiya qüvvəsi var, ağırlıq qüvvəsi var. Qoy onları da deyim, qutaramadım, mən davam edirəm. Deməli, bax, bu mənim bir dənə cismimdir, tutalım ki, bir dənə yeşikdir. Nədir? İndi bilmir, yadım nəticədə özümüz nəsə qoya bilərik. Problem deyil, çünki çəkdiyim heç bir şey bənzər, mən üçün özümə nəsə qoşuram. Bu nədir? Daima yuxarı gedən endi də dayağın reaksiya qüvvəsi. İstiqamətin bir olur. Mənim ağırlıq kar olur, ağırlıq aşağı olur aşağı. Daimi olaraq ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir. Biraz da bunu tanışıqda aiddir da. Bax belə. Heç nə. Bu da dərsimizin sonu. Bu kimi keçirim.